Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən son hadisələr Ermənistanın təxribatçı fəaliyyətini bir daha üzə çıxarır. Gərginliyin artması isə regionda sülh və sabitliyə ciddi maneə yaradır. Bu cür təxribatların arxasında hansı məqsədlər dayanır və regiondakı gərginliyin azaldılması üçün nə kimi addımlar atılmalıdır? Ermənistan silahlı qüvvələri Azərbaycanla şərti sərhəddə hərbi təxribatları davam etdirir. İnsidentlər əsasən Azərbaycanın Qazax, Tovuz rayonları istiqamətində törədilir. Təxribatlarla paralel İranla hərbi təlimlər keçirilir. Ekspertlər hesab edir ki, Ermənistanın addımları 2020-ci ildə Tovuz istiqamətində törətdiyi geniş miqyaslı hərbi təxribatla oxşardır. 20-ci ilin avqust ayında baş verən insident də məhz Tovuz istiqamətindən Kürətə doğru Azərbaycan kommunikasiyalarının Bakı-Tbilisi-Qars dəmir yolunun, Bakı-Tbilisi-Ceyhan neft kəməri yolunun ərazisi deməli atəşə tutulmuşdur. Mənə elə gəlir ki, bu təkcə Ermənistanın mövqeyi deyil, həm Ermənistanı silahlandıranların mövqeyidir, həm də Avropa İttifaqının monitorinq missiyası kimi özünü adlandıran, amma köhnə hərbiçilərdən ibarət olan bu xəfiyyənin işidir. Ekspertlərin fikrincə şərti sərhəddəki insidentlər Paşinyanın maraqlarına uyğundur. İlk növbədə sülh sazişinə imza atmaq istəmirlər. Başqa bir tərəfdən onlar bizi günahlandırmaq istəyirlər. Çünki burada həm xarici qüvvələr tərəfindən təzyiq var, eyni zamanda daxildə də revanşist radikal qüvvələr, dairələr artıq Paşinyana təzyiq edir və bu təzyiq bir mənalı şəkildə realdır. Prosesdə əsas rol oynayanlardan biri Qərbdir. Xüsusilə Avropa İttifaqının müşahidə missiyası adlanan casus qrupu İrəvana dayaq olmağa çalışır. Позиция Евросоюза в отношении Южного Кавказа. Avropa İttifaqının Cənubi Qafqazla bağlı mövqeyini məhz Fransa formalaşdırır. Bu ölkə Rusiyanı Ermənistandan tamamilə çıxarmağa çalışaraq orada özünün hərbi mövcudluğunu yaratmaq istəyir. Bunun üçün də əsas vasitə Avropa İttifaqının müşahidə missiyasıdır. Bütün bunlar həm də Ermənistanda konstitusiya dəyişikliyinin qarşısının alınmasına və İrəvanı kommunikasiyalarla bağlı öhdəliklərdən yayındırmağa hesablanıb. Ekspertlər bildirir ki, Ermənistanın sərhəd təxribatları uğursuzluqla nəticələnəcək. Belə olan halda İrəvan Paşinyanın dediyi real Ermənistandan, o cümlədən Azərbaycan Xalq Cümhuriyyəti dövründən sonra Ermənistana verilən 9000 kvadrat kilometrdən çox ərazidən məhrum edilə bilər.